Hazırladığım bu yemək o qədər ləzzətli alındı. Dedim post kimi də paylaşım. Bilirəm hər kəs reseptini bilir. Mən fikir olsun deyə paylaşıram. İlk öncə vermişli qovurub düyülə bir yerdə qaynatdım. Qazmaq əvəzinə kartofdan istifadə etdim. Duzladım, istiotladım və tavanı yağlayıb kartofları düzdükdən sonra plovu qaba əlavə etdim və hər qatını mən yağlayıram. Üzərinə də sarı kök əlavə etdikdən sonra dəmə qoyuram və üzərinə də qabırğa hazırladım. Qabırğaları tavaya düzdüm. Üzərinə su əlavə edib vam odda biraz bişirdim və suyu quruduqdan sonra özü yağa düşdü. Hər tərəfini yaxşı qızartdıqdan sonra üzərinə duz, istiot və bol paprika əlavə edib yaxşı qatışdırdım. Çox ləzzətli bir yemək alındı və onu da paylaşım ki, istifadə etdiyim düyü sədri düyüsüdür. Çox tez dəm alır və dadı hədsiz ləzzətlidir. Əgər sizlər də nə bişirim deyə fikirləşirsinizsə, bu yeməkdən hazırlayıb nuş edin. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.